Salamlar, hər vaxtınız xeyir. Mən Günel Qacar və müəlliməmiz Günel Əlizadə. Deməli, bu dəfəki videomuz nə üçün olacaq? Biz IELTS və PhD-lərin writing-lərini yoxlayarkən çoxlu səhvlər və ortaq səhvlər çıxartdıq. Hətta vərəqdə qeyd elədik. Burada deməli bu qədər səhvlərimiz var. İndi isə bu səhvlərə aid biz bir video çəkəcəyik. Və səhvlərdə deməli iki yerə bölmüşük: quruluş problemləri və qrammatika problemləri deyə. Bugünkü videomuz qrammatika problemləri olacaq. Günel müəllimə sizə onu izah edəcək. İki Günel burada hazır. Günel müəllimə sizə izah eləyəcək. Article problemi var, preposition problemi var, mürəkkəb cümlə quruluşunda uyğunsuzluq var. Bunlara çox diqqət edin. Bütün writing-lərin ortaq problemidir. Eyni cümlə strukturu, söz və ifadələrdən istifadə deyə bir başlıq var. Bağlayıcı azlığı və yaxud da çoxluğu ortanı tutuzdura bilmirik də. Bu nətər olan şeydir? Və durğu işarələri. Və quruluş problemləri isə bu növbəti videomuz üçün olacaq. Introduction-ı düzgün çevirmək, düzgün yazmaq, overall problemi var. Sualı anlamamaq problemi çox böyük yaşayırıq və planlaşdırma və struktur. Bir də söz limitindən az və yaxud da çox yazmaq. Bunun haqqında danışacağıq, amma hamısını bir yerdə onda siz çox qalarsınız deyə ikiyə böldük. Bugünkü videomuz qrammatika problemi olsun. Onda mən mikrofonu sizə təhvil verirəm və qrammatika problemlərindən o zaman başlayın. Hər kəsə salam təzədən. Mən Günel Əlizadə. Qacar Akademiyada IELTS instruktor və eyni zamanda writing-ləri yoxlayan bir müəllim kimi fəaliyyət göstərirəm. Videomuzun da başlığında gördüyünüz kimi Günel müəllim bütün qrammatik və quruluşla bağlı səhvləri vurğuladı. Sadəcə olaraq mən hamınızın qrammatik səhvlərinə aid kiçik bir izah verəcəm və ardından da videonu yekunlaşdıracağıq. İlk səhvimiz dedik ki, article səhvi idi. Artikellar bilirik ki, iki yerə bölünür. Müəyyənlik artiklı və qeyri-müəyyənlik artikelları. Qeyri-müəyyənlik artikelları AN nə zaman işlənir, Z nə zaman işlənir? Tələbələrin çoxu bunu aydınlaşdırmaqda çətinlik çəkir. AN artikelları və Z artikellarının gəlin hansı məqsədlərlə istifadə olunduğuna baxaq. V artikeli daha çox nələrlə işlənir? Tutalım ki, United Kingdom, Union, Republic kimi ölkə adları olanda, məsəl üçün, mən bilirəm ki, Rusiya ilə qəti şəkildə Russia işlədə bilmərəm və yaxud ki, Azərbaycanla Azərbaycan işlədə bilmərəm. Tək şəkildə onun yanında Republic sözü olmalıdır. Məsəl üçün, mən England deyə bilmərəm, amma onun yanında United Kingdom olsa, okey, bu zaman işlədə bilərəm və yaxud ki, Azərbaycan ölkəsinin ya da Azərbaycan Republic desəm, bu zaman və yaxud ki, Republic of Azərbaycan desəm, bu zaman Z artikeli işlədə bilərəm. Daha sonra Z artikeli nə ilə işlənəcək? Üstünlük dərəcəsi ilə, sifətin üstünlük dərəcəsi ilə Z artikeli işlənəcək. Bəzən nələr yaşayırıq yoxlayarkən, müqayisə dərəcəsi ilə də sifətin yanında və artikeli qoyulur. Amma mütləq şəkildə bunu bilməliyik ki, üstünlük dərəcəsi sadəcə D artikelini tələb edir. Yəni, tutam ki, deyək, the best və yaxud da ki, the most beautiful ifadələrində biz və artikelini işlədə bilərik. Amma belə bir şey də var ki, bu əsasən də most hissəsində. Most həm sifətlə işlənir, həm isimlə işlənir. Sifətlə işlənəndə ən mənasını verir. İsimlə işlənəndə əksər mənasını verir. Bunu yadımızda saxlamalıyıq ki, əgər mostdan sonra sifət gəlirsə, təbii ki, bu zaman the artikeli işlədəcək. Amma mostdan sonra isim gəlirsə, bu zaman artikel işlətməyə ehtiyac yoxdur.
Aydın, yəni biz deyə bilmərik the most people think that car sales increased. Olmaz. Most people think that car sales increased deyə bilərik. Amma məsəl üçün the most sifət kimi işlənsə, okay. The most sightseeing place in Azerbaijan is Göygöl. Məsələn, burada the most sightseeing ifadə edirəm, çünki sightseeing gəzməli, görməli mənası sifətidir. Ona görə də bu zaman burada Z article işlədə bilərik. Daha sonra Z article-ını nələrlə işlədə bilərik? Dağ adları ilə, dağ silsilə formasında olarsa, dağ silsiləsi, adalar olarsa, bu zaman Z article ilə işlədə bilərik. Yəni, Alps, məsəl üçün, olar. Amma çünki burada niyə? Çünki bir adadan söhbət getmir. Philippines, bir adadan söhbət getmir. Amma və yaxud da ki, Caucasus, bir dağdan söhbət getmir. Amma məsəl üçün, mən desəm ki, Elbrus, okey, Z işlədə bilməm, çünki bir dağdır. Aydındırmı? Sadəcə desəm Alp bir dənə dağdır. Aydındırmı? Və ki desəm Himalay, okey, bir dənədir. Amma Himalayas desəm, o zaman Z article şey, çünki silsilə olanlar ayrıdır, silsilə olmayanlar ayrıdır. Digər bir məsələ dillə bağlıdır. Bəzi tələbələr dil və millət adı çəkilən zaman, nə zaman Z qoyulmalı, nə zaman qoyulmamalıdır, bunun fərqinə varmırlar. Əgər biz sadəcə dildən danışırıqsa, məsələn, burada English ola bilər, English biz bilirik ki, həm dil, həm millət adıdır. Və ki, Azərbaycani həm millət adıdır, həm dil adıdır. French həm millət adıdır, həm dil adıdır. Sadəcə bunu bu şəkildə yadınızda saxlayın ki, dil artikeldir, düzdürmü? Daha çox, necə deyim, isimlərlə işlənir və sifət olanları da isimləşdirir, məsəl üçün, substantivləşdirir, düzdürmü? Məsəl üçün, the old deyirik, bu olur qocalar. Eynilə Azərbaycani, French və ki, English həmçinin bilirsiniz ki, sifət ola bilər. Bu zaman, tamam ki, sifəti isimləşdirmək istəyiriksə, okey, the artiklı qoruyun. Bu kimi yadınızda saxlayın ki, bilin ki, nə vaxt Z, nə vaxt qoyulmalı, nə vaxt qoyulmamalıdır. Amma şimdi sadəcə English deyirəmsə, məsələn, English is my favorite language and I enjoy learning it. Okey, burada the English deməyimə ehtiyac yoxdur. Aydındır, çünki mən the English is my favorite, necə deyim, burada yəni xalq nəzərdə tutmuram axı. Aydın, amma məsəl üçün deyə bilərəm ki, ingilislər məsəl üçün çay, südlü çay içməyi xoşlayırlar. The English like to drink tea with milk. Okey, bu zaman ingilislər xoşlayacaqlar. İngilis dili nəyisə xoşlaya bilməz axı. Aydındırmı? Amma belə bir şey var. Dil adlarının yanında language sözünü istifadə ediriksə, bu zaman olar. Məsələn, mən deyirəm ki, the English language is my favorite language and I enjoy learning it. Okey, bu zaman Z artiklı işlədə bilərik. Aydındırmı? O zaman nə deyirik? Millətlərlə. Okey, the artiklı işlənəcək, amma dil artiklı işlənməz. Bir dənə possibility var ki, language sözü yanaşı gələrsə, okey, bu zaman the artiklını istifadə etmək olar. En artiklı təbii ki, biz bilirik ki, en ikisi də bir mənasını verir və en artiklını nə zaman istifadə edirik? Əgər hər hansısa bir şeyi introduce ediriksə, yəni ilk dəfə bir şeyin haqqında danışırıqsa, məsələn, deyirəm ki, I saw a car. Məsələn, nədir, maşın gördüm. Bu nədir? Mən onu təqdim edirəm. Yəni, situasiyanı təqdim edirəm hal-hazırda ki, nəyi görmüşəm. İkinci dəfə o cardan danışsam, təbii ki, the car was red deyəcəm. I saw a car and the car was red. Niyə? Çünki artıq the artiklı müəyyən iki artiklıdır. Axı, biz bilirik nədən danışırıq. Ona görə, okey, mən nədən danışıram? Gördüyüm maşını nəzərdə tuturam. I saw a car and the car was red. Yəni, o gördüyü maşın, o maşın D-nin bir mənası o, həmin mənasına gəlir. Ona görə the müəyyənlik mənasındadır. En artiklı dedikləri işlənir. Sayılan
tək isimlərlə işlənirlər. Məsəl üçün, a book, an apple deyirik, düzdürmü? Və burada artıq səsə baxırıq təbii ki, yəni hərfə yox. Yəni nə mənada deyirəm? Məsəl üçün, iki dənə tutam ki, H hərfi ilə yazılmış sözü götürək. Our and hen. İkisi də h ilə yazılır. Baxın. Our and hen. Sadəcə olaraq tələffüz fərqlidir, düzdürmü? Ona görə də bunu dedik ki, n sait səslərlə, a samit səslərlə işlənir. Ona görə də bu, yəni yazılışına baxmayın. Yəni our h ilə yazılsa belə tələffüz a ilə gedir. Yəni an hour olacaq an və bu olacaq a hen. Eyni şey məsələn u hərfi ilə də deyə bilərik. Umbrella var. Bir də uniform var. Nə olsun ki, ikisi də saitlə yazılıb, amma tələffüz umbrella olacaq an umbrella, çünki a səsini verib. Bu isə olacaq a uniform, çünki uni, y səsi ilə başlayıb. Daha sonra en artiklı dedik. Əzizlərim, deməli mən izah edərkən birdən yaddaşda olub və arxada bunu görməyinizə heç ciddiyim şaşırmayın, türklər demiş. Yəni artiklı izah edərkən artıq zero article hissəsi dayanıb və ona görə onu yenidən izah edəcəm. Nə vaxt artikl qoymamalıyıq? Zero article olacaq. Zero article, əgər biz bir şeydən genel anlamda danışırıqsa, heç bir şəkildə z artiklı və ümumiyyətlə en artiklı qoymayacaq. Məsəl üçün, mən ümumiyyətlə deyim ki, tam ki, deyirəm ki, monkeys like to eat bananas. Bunu hamı bilir, hamının bildiyi geçərlidir ki, bütün monkeylər banan yeməyi xoşlayırlar. Və yaxud da ki, friendship is a whole thing that a person could ever have. Deməli, burada nə dedik? Dostluq, ümumiyyətlə genel anlamda dedik dostluq, bir insanın sahibi ola biləcəyi ən müqəddəs bir şeydir. Bu, ümumi bir şəkildə danışdım, bu həqiqətən də belədir. Amma ki, mən tam ki, bir spesifik bir şeydən danışıramsa, okey, bu zaman ya en artiklı və ki, z artiklı olar. Məsələn, mən tam ki, deyirəm ki, friendship between Yonca and Günel is different. The friendship burada olacaq. The friendship between Yonca and Günel is different. Niyə? Çünki burada artıq mən genel anlamda dostluqdan söhbət eləmirəm ki, ikimizə məxsus dostluqdan söhbət gedir burada. Və yaxud da ki, isimlərin qarşısında tam ki, rəqəmlər işlənibsə, qəti şəkildə olmaz. Yiyəlik əvəzliklərindən sonra və yaxud ki, this, that, those, these işarə əvəzliklərindən sonra qətiyyən heç bir şəkildə article işlədə bilməyik. Yəni, this the book demək olmaz, this book, these books deyə bilərik. Və yaxud da ki, my, the friend, bəzən həqiqətən də görəm ki, the her friend və s. və axır bu kimi şeylər istifadələr olmaz. Qəti şəkildə nə önündə, nə arxasında, yəni nə the her friend, her the friend heç bir şəkildə düzgün deyil. Daha sonra rəqəmlərlə, məsələn, go to the number 3 o ya ki room 3, the room 3 olmaz qətiyyən. Go to room 3 və yaxud da ki I have the 3 sisters deyə məsələn, I have 3 sisters. Bu qədər. Yəni, istər önündə, istər sonunda gəlsin, yenə də fərq eləmir heç bir şəkildə. Z və ya ki, en artiklı heç bir şəkildə istifadə edə bilməzsiniz. Daha sonra adlarla heç bir şəkildə, ölkə adları ilə heç bir şəkildə the artiklı və ya ki, ümumiyyətlə en artiklı istifadə etmək olmaz. Ölkələrlə bağlı sadəcə dedik ki, əgər bu ölkənin yanında Republic, Federation və s. kimi ifadələr varsa, təbii ki, məsələn, Azərbaycan, Azərbaycan deyə bilməm, Azərbaycan Republic və ya ki, the Republic of Azərbaycan demək mümkündür. Çünki burada spesifik ifadələr istifadə olunur. Republic və ya ki, Federation, Union, States, Kingdom və s. və ilaxır. Bu kimi ifadələr istifadə edilirsə, təbii ki, z artiklı qoya bilərik. Bu artikellarla bağlı bu qədər. Gəlin prepositionlara baxaq. Prepositionlarda mən tələbələrin in and on
prepositionları ilə bağlı problemlərini görürəm. Yəni onlar heç bir şəkildə aydınlaşdıra bilmirlər ki, nə zaman bunları istifadə etmək lazımdır. Burada düzü preposition çox böyük bir mövzudur. Mən sadəcə olaraq burada bəzi kiçik nüanslara toxunacağam. Baxın, in, at, on. In nələrlə işlənir? Ölkə, şəhər, kənd, rayon. Bunlarla mütləq şəkildə in istifadə edəcəksiniz. Ərazi baxımından. Həmçinin axı siz bir ərazi, biz bilirik ki, ərazi sərhədli olur da, yəni o sərhədin içində bu şəkildə məsələn yadınızda saxlasa, məsələn deyim, I'm at London, məsələn I'm in London, bu şəkildə deyim, və ya ki I'm at America, qətiyyən deyə bilmərik, I'm in America, çünki Amerikanın özünün daxilində sərhədləri var. Və yaxud da ki, tam ki, inlə nə istifadə edə bilərik? Fəsillər, aylar, illər, günün hissələri inlə olacaq. Niyə? Bunu bu şəkildə yadınızda saxlayın. Məsəl üçün, tam ki deyirəm ki, my birthday is in March. Niyə görə March işlətdim? Bunu bu şəkildə yadınızda saxlayın. Bir ildə neçə dənə ay var? Biz əgər bir ilin ildəyiksə, bir ilin içində, həmişə sonra bir ilin içində neçə dənə ay var? Deməli ki, o ayların hamısı bir illik bir perioddadır. Aydındırmı? Və ya ki, bir əsrdə neçə il var? Düzdürmü? İçində, o illər hamısı o əsrin içindədir. Məsələn, we are living in 21st century. Niyə görə in? Çünki biz o century'nin içində nəyi experience edirsə, o century'nin içində veririk, içində gedir. Və yaxud da ki, olsun fəsillərin adını, yəni fəsil də bir dövrdür. Aydındırmı? Ona görə mütləq şəkildə o içində ehtiva etdiyi şeyləri inlə veririk. Daha sonra on. Nə zaman işlənir? On bilirik ki, həm üzərində deməkdir, həmçinin dadə mənasını verir. Ümumiyyətlə, bu inin, onun, ətin də, üçünün də dadə mənasını verməsi bəlkə də tələbələri çaşdırır, amma hərəsinin spesifik yeri var. Deməli, maydadır desəm belə, yəni mayın içindədir. Yəni, çünki bir ayın içində nəsə yaşanır, aydınmı? Yəni, onu nəzərə alaraq o şəkildə yadınızda saxlayın. Və ya ki, in the afternoon, in the evening, in the morning. Niyə görə? Çünki bir günün içində o üç zaman çərçivəsini yaşayırıq. Aydınmı? Daha sonra ona gəldikdə isə on tamamilə surface, yəni səthdir. Aydındır. Məsələn, the book is on the table. Kitab masadadır və ya ki, masanın üzərindədir. Niyə? Çünki o axı bir səthdir, masa bir səthdir və ya ki, I'm sitting on the bench right now. Çünki bench bir səthdir. Aydındırmı? Daha sonra o nə zaman işləyəcək? Triplərlə, məsələn, holidaylərə gediriksə, bayram tətilləridirsə, məsələn, I went on vacation, I went on a trip, I went on holiday. Niyə görə? Çünki bu tamamilə tətil anlayışıdır, day off-dur. Daha sonra biz sonu day ilə bitən sözlərlə, məsələn, istifadə edə bilərik. Birthday. Məsəl üçün, I got a car on my birthday. Aydındır, çünki sözün sonunda day sözü var. Daha sonra onunla nə istifadə edə biləcəyik? Onunla xüsusi dateləri. Məsəl üçün, biri var ki, deyəm, in May, okey. Mayın içində çox hadisələr var. Amma biri var ki, mən spesifik olaraq bir tarix vurğulayıram. On May 28. Məsəl üçün, on May 28, Azərbaycani people celebrate Independence Day. Okay. Bu xüsusi bir gündür. O zaman onu işlədəcəyik və ya ki, həftənin günləri ilə. Orada da zaten bayaq vurğuladım, sonu deyilən bitən sözlər. Həftənin günlərdə fikir versəniz, deyilən bitən Monday, Sunday, Tuesday, Friday, Saturday. Bu zaman on, mütləq şəkildə on istifadə edin. Daha sonra bunlar getdi. Ət və in. Ət və ində bəzi tələbələrin o çaşdırdığı nüans deyirlər, məsəl üçün, I'm at school and I'm in school'un fərqi nədir ki? Bunun bir fərqi var. Əgər hər hansında ki proses gedirsə, biz orada in istifadə etməliyik. Çünki sənin orada vermək istədiyin şey lokasiya deyil qətiyyən. Amma lokasiya vermək istəyirsənsə, okey, ət istifadə edəcəksən. Gəlin elə bir kiçik bir nümunə verim. Tam ki, mən hal-hazırda dərsdəyim, mənə zəng gəlir. Məsələn, mama deyir ki, Günel, where are you right now? What are you doing? Mən deyəcəm ki, mama, I'm in the course and explaining grammar rules in front of audience. Okey, kursdayam. Amma kursda bir prosesin içərisindəyəm. Okey?
Amma desəm ki, sadəcə lokasiya vermək istəyirəm, yerimi bildirmək istəyirəm. Okay, I'm at course. Bu zaman mən nə isə eləmirəm. Aydındır, sadəcə lokasiyanı bildirirəm ki, I'm at course. You can find me there. Aydındır. Daha sonra bu lokasiya məsələsi bir də saatlarla təbii ki, bu çox simpledir. Məsələn, our vacation coincides at 7 o'clock. Bizim lokasiyamız saat 7-yə təsadüf edir. Yəni tətilimiz. Sonra mürəkkəb cümlə quruluşlarında uğursuzluq. Bu nədir? Onu demək istəyirəm. Uğursuzluq nə zaman baş verir? Ya bir tərəfin cümlənin mürəkkəb yazırsınız, mübtədasının xəbərini qoyursunuz, ikinci tərəfdə mübtəda xəbəri qoymaq yadınızdan çıxır. Yəni ya mübtədanı qoyursunuz, xəbəri qalır, ya xəbəri qoyursunuz, mübtədasınız qalır. Və ya ki zaman səhv edirsiniz. Bu zaman cümlənin strukturunda uğursuzluq yaranır. Yəni mürəkkəb cümlə vermək istəyirsiniz, okey, amma o tip səhvləri eləyəndə artıq cümlənin uğursuzluğu yaranır, mürəkkəb cümlə uğursuzluğu yaranır. Daha sonra eyni cümlə strukturu, söz və ifadələrdən istifadə. Bunu həm Task-1-da, həm Task-2-da görmüşəm ki, tələbələr eyni sözlərdən istifadə edirlər. Məsəl üçün, biri var idi, age ilə bağlı idi. Məsəl üçün, about 25, under 25 və s. və l-axır. Bunu məsəl üçün paraphrase etmək yerinə hər dəfə eyni. Məsəl üçün deyə bilərlər people who are in their 20s, bəlkə 25s. Bu şəkildə paraphrase etsələrdi, daha yaxşı olardı. Amma eyni, elə ancaq above, below, bu tip ifadələr istifadə edib yaş veriblər. Daha sonra yenə də bağlayıcı azlığı və ya çoxluğu. Bunu ona görə istifadə edirsiniz ki, bilirəm, okey, cümlələriniz mürəkkəb olsun, yəni esseniz mürəkkəb cümlələrlə zəngin olsun. Amma ki, belə bir şey var. Tam ki, nə görürəm? Okey, clef cümlə vermişsiniz, daha sonra onun ardınca bir dənə də clef cümlə. Aydın, yəni bir cümlənin içində 2 dənə clef cümlə. Burada mənim nəzərətім who, which, that olan clef cümlələrindən söhbət gedir. Bir cümlənin içində eyni şeyi eləmək biraz, necə deyim, oxucunu sıxır. Çünki bir cümlənin içində eyni şeyi istifadə etmişsiniz. Məsəl üçün, balaca bir nümunə deyim. Günel, who is my teacher, works at Qajar Academy where I study. Bu bir cümlədə 2 dənə belə clef cümləni verəndə biraz bilirsiniz necə görürsənіз. Məsəl üçün, sırf cümlə xatirinə yazmışam. Yəni, sənə göstərmək istəyirəm ki, mən bu cümlənin strukturunu bilirəm. Yəni, tələbələrin əsas fokusu cümlə yazmaq, yəni wow, cümlə yazıb show-off eləməkdir. Bu isə ideyanı verməyə sizi qoymur. Yəni, ideyanızı verə bilmirsiniz. Aha, ən sonuncu durğu işarələri. Durğu işarələrini verməyəndə, mən tələbələrin yazılarını oxuyanda, mən başa düşmürəm hansı cümlədən sonra hansı cümlə gəlir. Və hətta ki, burada tələbənin mənə demək istədiyi qəsdi nədir? Onu tam olaraq başa düşmürəm. Yəni, cümlələr oxunuşu, flow, onu çox azaldır. Siz vergülünüzü, nöqtənizi qoymayanda. Məsələn, batdan əvvəl vergül gəlməlidir. While cümlənin əvvəlində gəlirsə, birinci cümlə gəlməlidir. Daha sonra ondan sonra vergül qoymalısınız. Və ya ki, while cümlənin ortasında gəlirsə, okey, while-dan əvvəl vergül qoyulmalıdır. Aydın və ya ki, although, even though cümlənin ortasına gəlirsə, heç bir tərəfdən vergül qoymayacaq. Amma although əvvəldə gəlirsə, birinci cümlədən sonra mütləq şəkildə vergül qoyulmalıdır. Və ya ki, nə zaman nöqtəli vergül istifadə edilməlidir və s. və l-axır, nə zaman nöqtə istifadə edilməlidir hətta, hansı bağlayıcı ilə cümləyə başlamaq olmaz və s. və l-axır. Məsələn, mən bəzən görmüşəm ki, due to-dan və ya ki, because of-dan sonra tələbə mübtəda xəbər qoyub, hansı ki, olmaz. Sadəcə because-dan sonra, hə, okey, və ya ki, but-dan sonra mübtəda xəbər qoya bilərsiniz və bir şərtlə ki, bunlarla cümlə başlamasın. Yəni, siz deyə bilməzsiniz ki, I love English, sonra nöqtə because it's the global language. Olmaz. I love English because it's a global language deyəcəksiniz və ya da ki, but-ı məsəl üçün deyim, I like cookies, but my brother likes savory meals.
okey, burada əgər nöqtə qoyub, I like cookies-dən sonra nöqtə qoyub but-la cümlə başlayırsınızsa qətiyyən olmaz. Yəni deməlisiniz I like cookies, very good, but my brother likes savory meals. Okey, bu düzgündür. Due to və necə deyim, because of-dan sonra da qəti şəkildə mübtəda xəbər gəlməz. Çünki bu görə mənasını verir. Bundan sonra isim, gerund və bəlkə əvəzlik gəlsə olar. Yəni bu olar. Məsələn, because of you I called off my, let's say, meeting. Sənə görə mən mitingimi təxirə saldım. Və yaxud da ki isimlə deyək, because of raining we let's say called off our picnic. Məsələn, bu ola bilər. Because of rain, üzrstən. Because of rain və ki raining də deyə bilərsiniz, fərq eləmir. Birində ing olacaq, yəni gerund, birində olacaq isim. Belə. Bugünlük bu qədər. İnşallah növbəti videomuzda biz quruluş problemlərinə toxunacağıq. Ümidvaram ki, bu video sizin üçün faydalı oldu və sizin səhvlərinizi azaltmaqda sizə çox kömək olacaq. Özünüzə yaxşı baxın. Sağ olun.